Mənə tövsiyə elədilər ki, Londona bəs tək gəlmə, təhlükəlidir. Mən təhlükədə falan deyiləm, Skyler. Mən təhlükənin özüyəm. Biri qapını açacaq, alnından güllə alacaq, elə bilirsən o mənəm? Xeyr. Mən qapını döyən adamam. Londonun şimal hissələri çox təhlükəlidir. Nə bilim, Bullies, Brixton Bullies, balaklava ilə əllərində nə bilim bıçaq gəzirlər deyirlər. İndi görək onları görə biləcəyimi. Açığı çox maraqlıdır mənə. Ne olsun istiyorsun sen? Neyin peşindesin sabahtan beri ya? Allah Allah. Buranı bununla gəzmək lazımdır, ayaqla yox. Bir dənə Rolls Royce. Görək bir dənə qəşəng. Bir dənə Bentayga burada. Onsuz Londonda bahalı maşın görmək məncə belə sürpriz deyil açığı. Mənə əsas indi buranın axşam vaxtı maraqlıdır. Görək axşam vaxtı nə kimi təhlükə ilə üzləşəcəm. Deli misin lan? diye sordukları vakit evet diye cevap verenim ben. Anladın mı? İndi London şəhərinin düz mərkəzindəyəm. Belə də sizə göstərim. Big Ben buradadır. Sizə salam deyir Big Ben. Big Ben ya da Elizabeth qülləsi də demək olar. Dünyanın ən məşhur saatıdır. Həftənin ikinci günüdür və hələ iş saatlarıdır. Görün nə qədər insan var. Normalda insanlar işləməlidir bu vaxt. Görün nə qədər hələ insan var. Burada çox yoxdur. Orada Temza çayının yanında daha çox insan var. Gəlin biraz o tərəfə də gedək. Bir dənə Instagramda video görmüşdüm. Deyirdilər bu saatı görəsən elektron eləmək olar. Amma bunların bu taksiləri də bizdə Badımcan taksiləri oxşuyur. Bizimkilər kimi deyil. Bunlar doğrudan belə bahalı görsənir. Bizim Badımcan taksilər belə çox ucuz görsənir sözün düzü. Buradakı çox belə elit görsənir bu taksilər. Telefon və s. kameranızı belə götürüb gedə bilirlər. Maşınla gəlirlər yanınızdan keçəndə götürüb gedirlər. Ona görə də bura gələndə biraz ehtiyatlı olun, amma heç kim məncə gəlib götürən də deyil kameranı. Kanalımı 90% insan Azərbaycandan izlədiyinə görə bura gələndə yəni manat xərcləyəsiz. Ona görə də bəzən mən videolarda qiymətləri manata çevirirəm və manata çevirəndə də biraz deyirlər ki, bəs niyə manata çevirdin, amma gələndə burada manat xərcləyərsiniz. Ona görə də bilin ki, Five Guys-a geçsəniz, yəni bir 35 manata minimum hamburger menü yeyərsiniz. Yəni belə yaxşı side yanında nəsə yemək istəsəz 25 pound ən azından xərcləyərsiniz. Yenə də məncə normal qiymətli Londona görə. Görəsən nə var içində, görəsən nə var içində. Buradan girim bir dənə suvenir alım. Çox gözəl bir küçədir. Burada başqa bir suvenir mağazası da var. Burada da var. Görəsən hansına gedim. Bu çox qəşəng görsənir. Məncə bura çox adam gedər. Ona görə də o birinə gedim ki, heç olmasa o adamla nəsə pul qazansın. 5 gün qonaq gəlmişik bu dövrana. Elə yaşay